Salam, hər vaxtınız xeyir. Bugün mən sizə Dövlət İmtahan Mərkəzinin 2023-cü ildə tərtib etdiyi fizika test toplusunun birinci hissəsində birinci bölmənin izahını verəcəm. Düzxətli bərabər sürətli və dəyişən sürətli hərəkət, mexaniki hərəkətin təsviri, düzxətli bərabər sürətli hərəkət. Birinci test. Yerdəyişmənin dəyişmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyət nə adlanır? Yerdəyişmənin dəyişmə yeyinliyi sürətlə xarakterizə olunur. Yəni V bərabərdir S böl T. Yerdəyişmənin dəyişmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyət sürət adlanır. Variant Y. İkinci test. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Burada 3 hal var. Birinci hal budur. Əgər cisim istiqamətini dəyişmədən düzxətli hərəkət edərsə, yəni A nöqtəsindən B nöqtəsinə gələrsə, onda bu zaman cismin getdiyi yol trayektoriyanın uzunluğu olacaq. Bu yola bərabərdir. Cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş parça isə yerdəyişmə olacaq. Yəni, cisim bir istiqamətli hərəkət edərsə, o zaman yol yerdəyişmənin moduluna bərabər olur. İkinci hal, əgər cisim əyri xətli hərəkət edərsə, bu trayektoriyanın uzunluğu adlanacaq yol yenə də A nöqtəsindən B nöqtəsinə gəlib. Bu yol olacaq. Cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş parça isə yerdəyişmə olacaq. Yəni, bu göy xətt yerdəyişmədir, qırmızı xəttin uzunluğu isə yol adlanır. Təbii ki, burada yol yerdəyişmədən böyük olacaq. Üçüncü hal, əgər cisim A nöqtəsindən başlayaraq qapalı bir trayektoriya boyunca hərəkət edib yenidən A nöqtəsinə qayıdarsa, yəni o zaman onun başlanğıc vəziyyəti ilə son vəziyyəti nöqtəsi görürsünüz üst-üstə düşdü, A nöqtəsinə düşdü. Əlbəttə ki, burada yerdəyişmə sıfıra bərabər olar, yol isə sıfırdan fərqli olar. Bizdən soruşulur ki, mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Təbii ki, burada yerdəyişmə sıfıra bərabər ola bilər. A variantı. Üçüncü test. Ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır? Ədədi qiymətcə vahid zamandakı yerdəyişməyə bərabər olan fiziki kəmiyyət sürət adlanır. Variant B. Dördüncü test. Verilmiş hərəkət şəraitində ölçüləri nəzərə alınmayan cisim necə adlanır? Ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Beşinci test. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası necə adlanır? Diqqət edin, burada istiqamətlənmiş sözünə diqqət etmək lazımdır. Cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası yerdəyişmə adlanır. Variant Y. Altıncı test. Cismin sürəti ilə zamanın hansı fiziki kəmiyyətə uyğundur? Yazırıq V bərabərdir S böl T. Burada cismin sürəti ilə zamanın hasili deyir. Sürətlə zamanın hasili. V-nin məxrəcini bir qəbul edib çarpaz vursaq, onda S bərabər olar V vur T-yə. Yəni, sürətlə zamanın hasili yola bərabər olar. Variant C. 7-ci test. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə vəziyyətinin dəyişməsi necə adlanır? Cismin zaman keçdikcə başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsinə mexaniki hərəkət deyilir. Variant C. 8-ci test. Bərabər sürətli hərəkət edən, testin şərtinə diqqət edin, bərabər sürətli hərəkətdən söhbət gedir. Cismin getdiyi yolun zamandan asılı qrafiki verilmişdir, cismin sürətini hesablayın. Yəni, bizdən yeni soruşur. Bilirik ki, bərabər zaman fasiləsində eyni yollar qət edən cismin hərəkətinə düzxətli bərabər sürətli hərəkət deyilir. Baxırıq, burada cisim 2 saniyədə getdiyi yol 10 metr, 4 saniyədə getdiyi yol 20 metrdir. Bizdən sürəti soruşur. Sürətin üstünə görə V bizə S böl T-ni verir. Yazıram. S-in yerində 20, T-nin yerində 4 dayanır. Yazırıq 20 böl 4. Bərabərdir 5 metr böl saniyə. Bərabər sürətli hərəkətdən söhbət gedirsə, biz onu da 2-yə bölsək, yenə də 5 olacaq cavabda. 9-cu test. Yenə də bərabər sürətli hərəkətdən söhbət gedir. Bərabər sürətli hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Cismin 20 saniyə ərzində getdiyi yolu hesablayın. Baxırıq, sürət zaman asılığı verilib bizə. Burada cismin getdiyi yolu hesablamaq üçün bu düzbucağın sahəsini hesablamaq
hesablamaqla biz cismin getdiyi yolu hesablaya bilərik. Sürətin qiyməti 40, zamanın qiyməti isə 20-dir. Yazırıq S bərabərdir V vur T. Bu da bərabərdir. P-nin qiyməti 40, T-nin qiyməti 20 olduğu üçün 40-ı 20-yə vursaq alırıq 800 metr. Cavab variantı kilometrdən verildiyi üçün onda bilirik ki 1 kilometr 1000 metrdirsə 1 metrimiz 0-dan 1000-də 1 metrdir. 1000-də 1 bölmək lazım. Onda bölürük 800-ü 1000-ə. Ya 1000-də 1-ə vurmaq lazımdır, ya da 1000-ə bölmək lazımdır. 2 sıfırları silsək 8 böl 10 qalır. Bərabərdir 0,8 kilometr. Cavab D variantı. 10-cu test. Bərabər sürətli hərəkətdə yolun zamandan asılı qrafiki hansıdır? Bərabər sürətli hərəkətdən söhbət gedirsə, bilirik ki, sürət sabit qalır, dəyişmir. V bərabər olur konstant. Sürət zamandan asılı olmur. Lakin yol zamandan düz mütənasib olaraq asılı olur bu zaman. Ona görə E variantı. 11-ci test. Bərabər sürətli hərəkətdə sürətin zamandan asılı qrafiki hansıdır? Bayaq qeyd etdiyim kimi, bərabər sürətli hərəkətdən söhbət gedirsə, sürət sabitdir, dəyişmir. Ona görə cavab B variantı. 12-ci test. 2400 saniyə neçə dəqiqədir? Bilirik ki, 1 dəqiqəmiz 60 saniyə bərabərdir. Onda 1 saniyəmiz 60'da 1 dəqiqəyə bərabər olar. Onu 2400 saniyədən dəqiqəyə keçiriksə, yazırıq 2400 bölünsün 60. Sıfırların birini ixtisar aparsaq, 246-ya bölsək bərabər olar 40 dəqiqə. Deməli, cavab C variantı. 1,5 saat neçə dəqiqədir? Bilirik ki, 1 saatimiz 60 dəqiqəyə bərabərdir. Onda 1,5 saatdan dəqiqəyə keçmək üçün 1,5'i 60'a vurarıq. Yazarıq 1,5 vur 60. 1,15'i 6'ya vursaq 90 dəqiqə. Variant D. 14-cü test. Sürətin zamandan asılı qrafikinə görə 2 saniyədə cismin getdiyi yolu hesablayın. Burada sürətin zamandan asılı qrafiki verilir. 2 saniyə ərzində cismin getdiyi yolu soruşur bizdən. Burada birləşdiririk, qırıq-qırıq xətlə birləşdirsək 2 saniyəni, yəni sürəti zamanla birləşdirsək, burada bir düzbucaqlı yaranır. Bu düzbucaqlının sahəsi bizə cismin getdiyi yolu verir. Buna görə yazırıq S yol bərabərdir V vur T-yə. Yəni V-nin qiyməti 10, T-nin qiyməti 2 olduğu üçün onda yazırıq 10 vur 2. Bərabərdir 20 metr. Variant C. 15-ci test. Sürətin zamandan asılı qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə sonra getdiyi yolu hesablayın. Sürətin zamandan asılı qrafiki verilib. Müşahidəyə başlayandan 4 saniyə. Baxırıq 4-cü saniyəni tapırıq və birləşdiririk qrafikin ucu ilə. Sürət isə 5'dir burada qiyməti. Sürətin qiyməti 5'dir və 4 saniyə ərzində cismin getdiyi yolu soruşur. Burada yaranan bu düzbucaqlının sahəsi bizə cismin getdiyi yolu verəcək. Yazarıq S yol bərabərdir V vur T. V-nin qiyməti 5, T-nin qiyməti isə 4 saniyədə verdiyi üçün 5 vur 4 bərabərdir 20 metr. Variant C. 18-ci test. 16-cı test. 90 km bölünsün saat sürəti metr bölü saniyə ilə ifadə edin. Diqqət edirsiniz, burada kilometr bölü saatdan metr bölünsün saniyə keçmək lazımdır. Bilirik ki, kilometr bölünsün saatdan metr bölünsün saniyə keçmək üçün onda 3,6'ya bölmək lazımdır. Yazaq 90 böl 3,6. Kəsilin sürət və məxrəcini ona vursaq, onda alarıq 900 bölünsün 36. 936'ya bölsək bərabər olar 25'ə. Deməli 90 km bölünsün saat, 25 metr bölünsün saniyə bərabərdir. Variant B. 17. 54 km bölünsün saatı metr bölünsün saniyə ilə ifadə edin. Yəni 54 km bölünsün saatda metr bölünsün saniyə keçmək lazımdır. Yenə də həmin tipli testi, eyni tipli testi yazırıq 54 bölünsün 3,6.
qeyd etdik ki, kilometr bölünsün saatdən metr bölünsün saniyə keçmək üçün onda 3.16-ya bölmək lazımdır. Kəsirin sürət məxrəcini 10-a vursa, yazarıq 54 böl 540 bölünsün 36. Bərabərdir 15 metr bölünsün saniyə. Cavab C. 18-ci test. Düz xətli bərabər sürətli hərəkət edən cismin hərəkət zamanı aşağıdakı variantlardan hansı doğrudur? Bilirik ki, əgər testin şərtində düz xətli bərabər sürətli hərəkət sözü varsa, bu deməkdir ki, sürət sabitdir, dəyişmir. Onda C variantı. 19-cu test. İki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxılır ki, koordinatın zamandan asılı qrafiki verilib bizə və 3-cü saniyənin sonunda maddi nöqtələr arasında məsafəni soruşur bizdən. Bir cismin koordinat qrafiki budur, ikinci qrafiki bu xəttir. Deməli, bu cisimlər eyni bir nöqtədə görüşürlər, eyni bir koordinata gəliblər. Hansı saniyədə? 3-cü saniyədə. Eyni bir koordinata gəliblərsə, deməli, onda x1 x2-yə bərabərdir. Onda onlar arasında məsafəni soruşursa, bizdən delta x-i soruşur. Delta x bərabər olar, x1 çıxılsın x2. Bərabərdir 0. Variant B. 20-ci test. Yenə də eyni tipli testdir. İki maddi nöqtənin koordinatının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtələr arasında olan məsafəni hesablayın. Yenə də baxırıq ki, 2 dənə qrafik verilib bizə koordinat zaman qrafiki və bunlar hər ikisi 4-cü saniyədə bunlar eyni bir nöqtədə görüşüblər. Eyni bir koordinata gəliblər. Yəni bu o deməkdir ki, x1 x2-yə bərabərdir. Və onlar 4-cü saniyənin sonunda onlar arasında olan məsafəni soruşursa bizdən, yəni bizdən delta x-i soruşur. Delta x bərabərdir x1 çıxılsın x2. Bu da bərabərdir 0. Deməli, 4-cü saniyənin sonunda onlar arasında olan məsafə 0-a bərabərdir. Variant D. -21-ci test. İki cismin koordinatının zamandan asılı qrafiklər verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və anlarında cisimlər görüşmüşlər? Hansı zaman anında və anlarında cisimlər görüşmüşlər? Bunu soruşur bizdən. Baxırıq, birinci cismin koordinatın zamandan asılı qrafikidir. Birinci cisim koordinat başlanğıcından başlayıb hərəkət etməyə, ikinci cisim isə bu şəkildə hərəkət edirdi. Və baxırıq ki, onlar bu nöqtələrdə, bu qrafiklər kəsişməsi bu nöqtələrdədir. Biri bu, digəri də bu nöqtədədir. Həmin nöqtələri biz zaman oxu ilə birləşdirirsək, qırıq xətlə, onda alırıq birinci saniyədə görüşüb, bir də kəsişdirsək, 4-cü saniyədə görüşüblər. Cavab variantı 1-ci və 4-cü saniyə anlarında görüşüblər. D variantı. 22-ci test. İki cismin koordinatının zamandan asılı qrafiki verilmişdir bizə. Müşahidəyə başlayandan sonra hansı zaman anında və anlarında cisimlər görüşmüşlər? Baxırıq, yenə də eyni tipli testi. Koordinatın zamandan asılı qrafiki verilib bizə. Birinci cismin trayektoriyası bu şəkildədir, ikinci cisim isə bu şəkildə verilibdir. Bunlar bu nöqtələrdə görüşüblər, bu cisimlər. Bax, burada bir də bu nöqtədə görüşüblər. Həmin nöqtələri zaman oxu ilə birləşdirsək qırıq xətlə, deməli birinci saniyədə görüşüblər, bir də 5-ci saniyədə görüşüblər. Cavab variantı 1-ci və 5-ci saniyə zaman anlarında görüşüblər. Variant A. 23-cü test. Düz xətli bərabər sürətli hərəkətdə cismin sürətinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Testin şərtində düz xətli bərabər sürətli sözü var və bizdən sürətin proyeksiyasını soruşur. Burada x0 başlanğıc koordinat, x son koordinat, v0x başlanğıc sürət, AX təcridin proyeksiyası t zamandır. Burada təcriddən söhbət gedə bilməz, çünki bərabər sürətli hərəkətdən söhbət gedirsə, bilirik ki, düz xətli bərabər sürətli hərəkət təcridsiz hərəkətdir. Yəni, burada təcrid 0-a bərabər olur. Sürətin proyeksiyası isə Vx bizə x bölünsün t-ni verir. Yəni, sürətin x üzərində proyeksiyası, yer dəyişmənin x üzərində olan proyeksiyası zamanı olan nisbətinə bərabərdir. Digər tərəfdən də bilirik ki, yer dəyişmənin x üzərində olan proyeksiyası son koordinatla başlanğıc koordinatın fərqinə bərabərdir. X çıxılsın, x0 verir bizə. Onda yaza bilərik, x-in yerinə x çıx, x0 bölünsün t yazsa, onda bu cavabı alarıq. X0 bölü t variant B.
Yəni sürətin proyeksiyası soruşursa bizdən, sürətin proyeksiyası uyğun koordinatın vahid zamandakı dəyişməsinə bərabərdir. Ona görə variant B. 24-cü testə baxaq. Düzxətli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Baxaq, düzxətli bərabər sürətli hərəkətdən söhbət gedirsə, V bizə S bölü T-ni verir. Ona görə cavab Y variantı getiririk. 25-ci test. Düzxətli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? S yerləşmənin modulu və cismin sürətidir. Bizdən isə hərəkət müddətini soruşur. Qeyd etdiyim kimi V bizə S bölü T-ni verir. Bizdən hərəkət müddətini soruşursa, yəni bizdən T-ni soruşur. T bərabərdir sual. V-nin məxrəcini 1 qəbul eləsək, çarpaz vursa, onda S vur 1 bərabər olar V vur T-yə. Buradan T-ni təyin eləsək, onda V məxrəcə düşər. Yazarıq T bərabərdir S bölü V. Variant B. 26-cı test. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? V sürətin A təcili modulu T zamandır. Yenə də burada təcildən söhbət gedə bilməz. Çünki qeyd etdik ki, düzxətli bərabər sürətli hərəkətdən söhbət gedirsə, təcil sıfıra bərabərdir. Təcilsiz hərəkətdir, yəni bu hərəkət. Ona görə də bizdən yolu soruşursa, S yolu soruşur bizdən. Bunu tapmaq üçün yenə də V bərabərdir. S bölü T düsturumuzda S-i tapmaq lazımdır. V-nin məxrəcini 1 qəbul edib çarpaz vururuq. Onda S vur 1 bərabər olur V T-yə. Variant C. 27-ci test. Düzxətli bərabər sürətli hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Yenə də testin şərtində düzxətli bərabər sürətli hərəkətdən söhbət gedir. Yerdəyişmənin proyeksiyasını soruşur bizdən. Hansı ifadə təyin olur? Burada Vx sürətin proyeksiyası T isə zamandır. Bilirik ki, sürətin proyeksiyası Vx bərabərdir Sx bölünsün T'dir. Yəni sürətin x9 üzərində proyeksiyası yerdəşmə proyeksiyasının zamanı olan nisbətidir. Və bizdən də yerdəşmənin proyeksiyasını soruşursa buradan, Sx-i soruşursa, onda Vx-in məxrəcini 1 qəbul edib çarpaz vururuq. Onda Vx vurulsun T bərabər olar Sx-a. Yəni buradan alırıq ki, Sx bərabərdir Vx vurulsun T. Variant Y. 28-ci test. Yerdəyişmənin düzgün tərifi hansıdır? A variantı. Trayektoriyanın uzunluğuna yerdəşmə deyilir. Trayektoriyanın uzunluğuna yol deyilir. Bu yolun tərifidir. B variantı. Bu yanlış oldu. Maddi nöqtənin hərəkəti zamanı onun cızdığı xəttə yerdəyişmə deyilir. Bu yanlış variantdır. Maddi nöqtənin irəliləmə hərəkəti zamanı onun hər hansı bir nöqtəsinin cızdığı xəttə trayektoriya deyilir. Bu trayektoriyanın düzgün tərifi olur. Bu da yanlış variant oldu. C variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçasına yerdəşmə deyilir. Yadda saxlamaq lazımdır ki, yerdəşmənin düzgün tərifində istiqamətlənmiş sözü də olmalıdır. Burada istiqamətlənmiş sözü olmadığı üçün bu da yanlış variant olur. D variantı. Cismin vəziyyətinin dəyişməsinə yerdəşmə deyilir. Bu da yanlış variantdır. Y variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəşmə deyilir. Bu doğru variantdır. Variant Y. 29-cu test. Trayektoriya nədir? Cismin koordinatının dəyişməsidir. Yanlış variantdır. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçasıdır. Yanlış variantdır. Cismin vəziyyətinin dəyişməsidir. Yanlış variantdır. D variantı. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttir. Doğru variantdır. Bilirik ki, cismin və maddi nöqtənin irəliləmə hərəkəti zamanı onun hər hansı bir nöqtəsinin cızdığı xəttə trayektoriya deyilir. Bizdən də trayektoriyanın tərifini soruşurdu. Y variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçası nədir? Bu isə yerdəşmənin düzgün tərifi idi. Ona görə burada variant D. 30-cu test. Düzxətli bərabər sürətli hərəkət edən maddi nöqtənin altında xətt düzxətli bərabər sürətli hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılı tənliyi hansıdır? X0 burada başlanğıc koordinat, Vx sürətin proyeksiyası, T isə zamandır. Bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə koordinat zaman asılığı düsturu X bərabərdir
x0 işte gəl vxt və yaxud da vxt də bilirik ki, sx bizə vxt-ni verir. Onda vxt-ni yerdə biz sx da yaza bilərik. Yəni x0 işte gəl sx yaza bilərik. Deməli, onda A variantı doğru variantdır. X bərabərdir, x0 üstə gəlsin vxt. Bu tənlik düzxətli bərabər sürətli hərəkətdə koordinatın zamandan asılı düsturu və yaxud da mexanikanın əsas fənniyi adlanır. 31-ci test. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol ilə yerləşmə vektoru modulu arasında hansı münasibət doğrudur? Qeyd etməliyəm ki, bu testlər son illər qəbul imtahanına düşən test suallarıdır, bəzən qrafik şəkildə verilir. Bərabər sürətli hərəkətdə biz qeyd etdik ki, əgər cisim istiqamətini dəyişmədən düzxətli hərəkət edərsə, bir istiqamətli hərəkət edərsə, fərz edək ki, A-dan B-yə gələrsə, onda yol yerləşmənin moduluna bərabər olur. Burada bu xətt cismin getdiyi yoldur. Cismin başlanğıc vəziyyətlə son vəziyyətini birləşdirən istiqamətləşmiş parça isə yerdəyişməsidir. Deməli, yol yerdəyişmənin moduluna bərabərdir. Ona görə burada düzxətli hərəkətdən söhbət gedirsə, A variantdan götürə bilərik. 32-ci test. Əyri xətli hərəkətdə, testin şərtinə diqqət edin, əyri xətli hərəkətdə gedilən yol ilə yerləşmə vektorunun modulu arasında hansı münasibət doğrudur? Əgər cisim əyri xətli hərəkət edirsə, bir dənə əyri xət çəkirəm, burada A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Bu əyri xəttin trayektoriyanın uzunluğu cismin getdiyi yoldur. Yəni, bu eli göstərir. Yerdəyişmə isə cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş parçadır. Mən bunu göy xətlə göstərirəm. Yerdəyişmə budur. Deməli, qırmızı xət yol, S isə onun yerdəyişməsidir. Başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş parçadır. Buradan göründüyü kimi yol yerdəyişmənin modulundan böyükdür. Yəni, L böyükdür S-dən. Ona görə cavabı götürə bilərik Y variantı. 33-cü test. Düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının V1x bölünsün V2x nisbətini hesablayın. Burada görürük ki, yerləşmə proyeksiyasının zamandan asılı qrafiki verilibdir. İki qrafik burada var. Bir qrafiki, bir də iki qrafiki. Koordinat başlanğıcından çıxan xətlərdir. Birinci cismin yerləşməsinin proyeksiyası 50-dir. İkinci cismin yerləşməsinin proyeksiyası isə 20-dir. Zaman isə 10-dur. Hər iki cisim üçün eynidir. İndi burada hesablaya bilərik. Birinci cismin sürətinin proyeksiyasını hesablayaq. Yazırıq V1 bərabərdir. Sx bölünsün. Burada S1x yazaq. S1x bölünsün T bərabərdir. 50. Birinci cismin yerləşməsinin proyeksiyası 50-dir. Zaman isə 10-dur. 50 bölü 10 bərabərdir 5. 5 metr bölünsün saniyə. İkinci cismin sürətinin proyeksiyasını hesablasaq V2x bərabərdir. S2x bölü T. O da bərabərdir. İkinci cismin yerləşməsinin proyeksiyası 20-dir. Zaman isə hər ikisi eynidir, yəni 10-dur. Bərabərdir 2 metr bölü saniyə. İndi V1x bölünsün V2x nisbətini hesablaya bilərik. Yazırıq V1x-in V2x-a nisbəti bərabərdir 5-in 2-yə nisbəti. 5 bölü 2 bərabərdir 2,5. Variant D. 34-cü test. Yenə də eyni tipli testi. Düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyasının nisbətini hesablayır. V1x-in V2x olan nisbətini soruşur. Baxırıq. Yerdəyişmə proyeksiyasının zamandan asılı qrafikidir. Yenə də eyni ilə. Burada zaman fərqlidir. Lakin yerdəyişmənin hər iki cisim üçün, görürsünüz, bu birinci cismin koordinat başlanğıcından çıxan düzxətdir. Bu isə ikinci cisim üçün. Yerləşmə proyeksiyasının zamandan asılı qrafikidir. Burada yerləşmə proyeksiyası hər iki cisim üçün 20-dir, eynidir. Zaman isə fərqlidir. Birinci cisim üçün 5, ikinci cisim üçün isə 10-dur. İndi birinci cisim üçün sürətin proyeksiyasını hesablayaq. Yazırıq V1x bərabərdir. Sx bölünsün T1 bərabərdir. 20 böl T1-in qiyməti 5-dir. Bərabərdir 4. İkinci cismin sürətinin proyeksiyasını hesablasaq, deyirik V2x bərabərdir. Sx bölünsün T2. Yenə də Sx hər iki eyni olduğu üçün 20 götürürük. Zaman isə fərqlidir. İkinci cismə yerləşməsə sərf olan zaman 10 saniyədir. Bölürük 10-a. Bərabərdir 2. Deməli, birinci cismin sürətinin proyeksiyası 4,
İkinci cismin sürətin proyeksiyası aldıqca 2-yə bərabərdir. İndi bizdən V1x bölgün V2x nisbətini soruşur. Yazaq, V1x-in V2x-ə olan nisbəti bərabərdir 4 bölü 2. Cavab 2. Y variantı. 35-ci test. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətini hesablayın. Koordinatın zamandan asılı qrafikinə əsasən sürətin proyeksiyasını hesablayın. Burada diqqət eləsək, bizdən sürətin proyeksiyasını soruşur. Vx bərabərdir sual. Burada cismin başlanğıc koordinat, görürsünüz, koordinatın zamandan asılı qrafikdir. Başlanğıc koordinatın qiyməti 5-ə bərabərdir, son koordinatın qiyməti isə 20-dir. Onda sürətin proyeksiyasının düsturunu yazsaq, uyğun koordinatın vahid zamandakı dəyişməsinə bərabərdir. Yəni, x çıxıb x0 bölsün t-dir. Bərabərdir. Son koordinatımız 20-dir. X-in yerinə 20 yazırıq. Başlanğıc koordinatımız 3-dür. X0-ın yerinə 3. 5'dir. 5 üzr istəyirəm. 5'dir burada. 5. 20 çıx 5. Zamanımız da 5'dir. Bərabərdir. 20 çıx 5, 15 böl 5 bərabərdir 3. Deməli, cavab 3. Deməli, bizdən soruşurdu, cismin koordinatın zamanına asılı qrafiki verilmişdi. Bizdən sürətin proyeksiyasını soruşurdu. Biz də qeyd etdik ki, sürətin proyeksiyası uyğun koordinatın vahid zamandakı dəyişməsinə bərabərdir. Yəni, son koordinatdan başlanğıc koordinatı çıxıb zamana böldük. Aldıq cavabı 3. 36-cı test. Yenə də eyni tipli testi. Cismin koordinatının zamandan asılı qrafiki verilib bizə. Buna əsasən, koordinat zaman asılılığına əsasən, onun sürətinin proyeksiyasını soruşur bizdən. Yəni, Vx-i soruşur. Bərabərdir sual. Baxırıq burada, başlanğıc koordinatın qiyməti 4-ə bərabərdir. Son koordinatın qiyməti 16-dır. Zaman isə 4-dür. İndi sürətin proyeksiyasının düsturunu yazsa, Vx bərabərdir. X çıx x0 bölünsün t. Düsturumuzu yazırıq. Son koordinatımız 16-dır. Başlanğıc koordinatımız 4-dür. Çıx 4. Böl. Zaman 4-dür. 16-dan 4-ə çıxsaq 12. 12-ni 4-ə bölsək bərabər olar 3-ə. Deməli, sürətin proyeksiyası 3 metr bölünsün saniyə bərabərdir. Variant Y. 37-ci test. Ux oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yerləşməsinin modulu ən böyükdür? Diqqət eləsək bu tənliklərə görürük ki, bu tənliklərin hər biri düzxətli bərabər sürətli hərəkətin koordinat zaman tənlikləridir. Yəni, düzxətli bərabər sürətli hərəkətin koordinat zaman düsturları x bərabərdir, x0 üstə gəlinsin, vx vurulsun t-dir. Burada 10, burada başlanğıc koordinatdır. Sürətin proyeksiyası isə burada 6-dır. Belə də deyə bilərik ki, sürət koordinatın törəməsinə bərabərdir. Yəni, sürət koordinatın zamana görə birinci tərtib törəməsinə bərabərdir. Belə də tapa bilərik. Törəmə ilə tapsaq, deyərik ki, məsələn, A variantında deyərik ki, 10 sabit ədəddir. Sabit ədədin törəməsi 0-a bərabərdir. 6 t-nin törəməsi 6-ya bərabərdir. Yəni, burada sürətin qiyməti 6-dır. İkinciyə baxırıq, ikinci tənliyə. Burada başlanğıc koordinat 20 sürətin qiyməti 3-dür. Burada baxırıq 40 çıx 4 t-dir. Yenə də burada yerdəyişmənin modulu sözü işləndiyi üçün burada, yəni biz burada 4 götürəcəyik. Yerdəyişmənin modulu işləndiyi üçün bu D variantında 2 götürəcəyik. Yerdəyişmənin modulu işləndiyi üçün yenə də burada 1 götürürük. Deməli, burada bizdən soruşur ki, yerdəyişmənin modulu ən böyükdür. Bilirik ki, Sx da bizə Vx t-ni verir. Vx vurulsun t-ni verir. Deməli, sürətin istiqaməti həmişə yerdəyişmə ilə eyni olduğu üçün yerdəyişmənin modulunun ən böyüyü ilə sürətin qiymətinin ən böyüyü olacaq. Burada da baxırıq ki, sürətin ən böyük qiyməti A variantına uyğundur, yəni 6-dır. 6-dır, 3-dür, 4-dür, 2-dir, 1-dir. Deməli, variant A. 38-ci test, yenə də eyni tipli testdir. Ux oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yerləşməsinin modulu ən kiçikdir? Burada yerləşmənin modulunun ən böyüyünü soruşurdursa, burada isə yerləşmənin modulunun ən kiçiyini soruşur. Yenə də burada modul sözü işlənir, diqqət ediriksə, burada A variantında baxaq. Burada sürətin
Qiyməti 3'dür burada. Burada sürətin qiyməti 1'dir. Burada modul sözü işləndiyi üçün yenə də 4 götürürük. Modul sözünə görə burada 2 götürürük. Burada da 6'dır. Deməli, ən kiçik qiymət t-nin qarşısında duran rəqəmdir. Sürətin qiyməti t-nin qarşısında duran rəqəm baxırsınız B variantındadır. 1'dir. Və bu da biz də bilirik ki, yerləşmə ilə sürət eyni istiqamətdə yönəldiyi üçün sürətin ən kiçik qiyməti elə yerləşmənin də ən kiçik qiyməti olacaq. Ona görə variant B. 39-cu test. Hərəkət tənliyi x bərabərdir 6 üstə 3t şəklində verilmiş maddi nöqtənin, tənliyə diqqət edin, 6 üstə 3t şəklində verilmiş nöqtənin 4 saniyədə yerləşməsini hesablayın. Əvvəlcə biz buradan yaza bilərik ki, x bərabərdir, tənliyimizi yazaq, 6 üstə gəl 3t bərabərdir. 6 üstə gəl 3 vur, t-nin qiyməti 4'dür, vur 4, bərabərdir. 3'ü 4'ə vursaq 12, 12'nin üstə 6 gəlsək 18. Deməli, son koordinatımız aldı ki, 18 metrdir. Başlanğıc koordinatda burada verilibdir. Tənliyimizə görə bilirik ki, x bərabərdir. Düz xəttə bərabər sürətli hərəkətin koordinat zaman düsturuna görə bilirik ki, x bərabərdir. x0 üstə gəlinsin, vx vurulsun t-dir. Burada x0'ın yerində 6 dayanır. Ona görə biz yerləşməni təyinləmək üçün burada qeyd edirəm ki, x0 6'ya bərabərdir. Onda yerləşmə də bizə son koordinatdan başlanğıc koordinatı çıxmaq lazım. Bunun fərqinə bərabərdir. X çıx x0 verdiyi üçün yazarıq. Son koordinatın qiymətini aldı ki, 18'ə bərabərdir. Yazırıq 18 çıx. Başlanğıc koordinatımız da qeyd etdik ki, 6'ya bərabərdir. Çıx 6 bərabərdir 12 metr. Deməli, cavab 12 D variantı. Bu digər üsulla da yaza bilərik bir üsulla. Bilirik ki, yerləşmə VT-ni verir bizə. V vur T-ni verir. Onda V-nin qiyməti burada əgər 3'ə bərabərdirsə, yazırıq 3. Zamanımız da 4'dürsə, yazarıq 3 vur 4 bərabərdir 12 metr. Yəni, ikinci bir üsul. Birinci üsul bu, biz ikinci üsul. Cavabı yenə də aldı ki, 12 metrə bərabərdir. Yenə də eyni tipli testi 40-cı testə keçək. Hərəkət tənliyi x bərabərdir 20 üstə 6t şəklində verilmiş. Maddi nöqtənin 2 saniyədə yerləşməsini hesablayın. Yenə də bəlkə yolla eləyə bilərik bunu. Yəni, bir üsul belə yaza bilər ki, tənliyimizin özünü yazırıq. X bərabərdir 20 üstə gəl 6t bərabərdir. Son koordinatı təyin edirik. 20 üstə gəl 6 vur 2 zaman 2 saniyədir. Bərabərdir. 6'nı 2'yə vursaq 12, 12'nin üstə 20 gəlsə bərabərdir 32 metr. Oldu son koordinatın qiyməti. Başlanğıc koordinatın da qiyməti tənliyimizi yenə yazıram buradan. X bərabərdir. X0 üstə gəlinsin, Vx vurulsun T. Deməli, X0'ın da yerində burada 20 dayanır. Burada qeydək ki, X0 20'yə bərabərdir. Deməli, onda yaza bilərik ki, Sx bərabərdir. X çıx X0. Yəni, son koordinatımızı aldıq 32'dir qiymətimizi. Başlanğıc koordinatın da qiyməti qeyd etdik ki, 20'yə bərabərdir. 32'dən 20'ni çıxsaq bərabər olar 12 metr. Deməli, cavab 12 metr. Digər üsulda dedik ki, qeyd etdik ki, bu birinci üsuldur. İkinci üsulda dedik ki, S bərabərdir, VT-yə görə hesablaya bilərik. V'nin qiyməti burada 6'dır. Yəni, V'nin yönündə görürsünüz, 6 dayanır. 6 vur, zamanımız da 2'dir. 6 vur 2 bərabərdir 12 metr. Yine də eyni cavabı aldıq. 12 metr. Ona görə cavab B. Birinci test. 1800 cm bölü dəqiqə sürəti metr bölünsün saniyə ilə ifadə edin. Bilirik ki, 1 metrimiz 100 cm-dir. 1 cm-imiz isə 0,1 metrdir. Onun üçün biz yazırıq 1800'ü bölürük 100'ə. Çünki 1 cm-imiz 0,1 metrdir. 100'ə bölürük. 1 dəqiqəmiz də 60 saniyə olduğu üçün vururuq 60'a. Buradan 2 sıfırları silsək, ixtisar aparsaq, 18 ilə 60 ixtisar gedər 6'ya. Məxrəcə 10, sürətə 3 düşər. Yəni, 3'ü də 10'a bölsək, eləyər 0,3 metr. 0,3 metr bölsün saniyə. Yəni, biz santimetr bölsün saniyədən metr bölsün saniyə keçdik. Cavab 0,3 metr bölsün saniyə B variantı. 42-ci test. Sürətən zamandan asılı qrafiki verilmişdir. Cismin 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Diqqət edin, cismin
bərabər sürətli hərəkətdən söhbət gedir. Görürsünüz ki, sürət qrafiki sabitdir və sürətin qiyməti 4-dür. Bizdən soruşulur ki, 30 saniyə ərzində cismin getdiyi yol 10 saniyə ərzində getdiyi yoldan nə qədər çoxdur? Əvvəlcə biz 30 saniyə ərzində cismin getdiyi yolu hesablayaq. Bilirik ki, 30 saniyə ərzində bu sürət qrafikinin zamandan asılı qrafiki altında qalan fiqurun sahəsi bizə yolu verir. Yəni, burada düzbucağın sahəsini hesablamaqla, 4-ü 30-a vurmaqla biz cismin 30 saniyə ərzində getdiyi yolu hesablaya bilərik. Yazırıq S yol, yəni S1 yol yazaq buna, bərabərdir 4 vur 30, bərabərdir 120 metr. Sonra 10 saniyə ərzində getdiyi yolu hesablayaq. Bunu başqa rənglə göstərək. 10 saniyə ərzində cismin getdiyi yolu tapmaq üçün mən bunu göy rənglə göstərdim. Bu düzbucağın sahəsini hesablayırıq. Yəni 4-ü 10-a vurmaq lazımdır. Onda yazaq S2 yol bərabərdir 4 vur 10. Bərabərdir 40 metr. Aldıq ki, 30 saniyə ərzində gedilən yol 120 metr, 10 saniyə ərzində gedilən yol isə 40 metrə bərabərdir. İndi bizdən soruşur ki, 30 saniyə ərzində gedilən yol 10 saniyədə gedilən yoldan nə qədər çoxdur? Bunun üçün nə edirik? 120-dən 40-ı çıxırıq. Yazaq 120 çıx 40 bərabərdir 80 metr. Variant B. 43-cü test. Yine də eyni tipli testi. Sürətin zamandan asılı qrafiki verilib bizə. Burada cismin 20 saniyə müddətində getdiyi yol, diqqət edin, 20 saniyə müddətində getdiyi yol. 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Bunu soruşur bizdən. Baxırıq, əvvəlcə 20 saniyəni burada tapaq, 20 saniyə bu nöqtəyə düşür. Birləşdiririk. Burada yaranan fiqur bir düzbucaq yaranır və bu düzbucağın sahəsi bizə sürət proyeksiyasının zamanla asılı qrafiki altında qalan fiqurun sahəsi bizə yolu verir. Yəni biz burada 4-ü vururuq 20-yə. Tapırıq S1 yolu. Bərabərdir 4 vur 20. Bərabərdir 80. Sonra 10 saniyə ərzində cismin getdiyi yolu hesablayırıq. Bunu başqa rənglə göstərək. 10 saniyə ərzində gedilən yol bu fiqurun sahəsidir. Yəni biz burada 4-ü vurmalıyıq ona, düzbucağın sahəsini tapmaqla. Yazırıq S2 yol bərabərdir 4 vur 10. Bərabərdir 40 metr. İndi bizdən soruşulur ki, 20 saniyə müddətində cismin getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? Yəni 80-dən 40-ı çıxmaq lazımdır. Birincidə aldıq 80, ikincidə aldıq 40. 80-dən 40-ı çıxırıq. Bərabər olur 40 metr. Cavab 40A variantı. 44-cü test. Bir cismin hərəkət tənliyi x1 bərabərdir 5 çıx 2t, x2 bərabərdir 2t çıx 5 şəklindədir. Diqqət edirsiniz tənliyə. Düz xətli bərabər sürətli hərəkətin koordinat zaman düsturudur. 5 çıx 2t və 2t çıx 5 şəklindədir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Bu tipli məsələləri həll edərkən burada bərabərləşdiririk. Yazırıq x1 bərabərdir x2. Yəni 5 çıx 2t-ni bərabər edirik 2t çıx 5-ə. Bərabərliyin sağ və sol tərəflərində məchulları bir tərəfə, məlumları bir tərəfə keçirsək, onda mənfi 2t-ni sağa keçirsək verəcək 4t, mənfi 5-i sola keçirsək 5 üstə 5 bərabər olar 10-a. Buradan t-ni təyin eləsək, t bərabər olar 10 böl 4. Onu 4-ə bölsək, bizə 2 tam 15-i verir. Variant D. Bir də təkrar edirəm, bu tipli testləri həll edərkən koordinatları bərabərləşdiririk. x1, x2-yə bərabər edirik, tənlikləri bir-birinə bərabər edirik və burada zamanı biz nə qədər vaxtdan sonra görüşdüyünü təyin etmək üçün t-ni təyin edirik. 45-ci test, yenə də eyni tipli testi. İki cismin hərəkət tənliyi x1 bərabərdir 5 çıx 3t, x2 bərabərdir 4t çıx 9 şəklindədir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Yenə də zamanı soruşur bizdən. Bunun üçün nə dedik? Dedik ki, tənlikləri bərabərləşdirmək lazımdır. Yəni x1-i x2-yə bərabər etmək lazımdır. Yazırıq 5 çıx 3t, 5 çıx 3t bərabərdir 4t çıx 9.
Yenə də məşhurları bir tərəfə, məlumları bir tərəfə keçirsək, 3T-ni sağa keçirsək, verər 3T üstə 4T bizə verər 7T. Nəticə 9-u sol tərəfə keçsək, bərabərliyin sol tərəfinə bərabər olar 14-ə, 9 isə 5, 14-ü verər bizə. Buradan T-ni təyin eləsək, onda T bərabər olar 14 böl 7. Bərabərdir 2 saniyə. Deməli, onlar 2 saniyədən sonra görüşərlər. Variant B. 46-cı test. OX oxu boyunca düzxətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Baxırıq ki, burada cisim belə bir xətt üzrə hərəkət edibdir. Koordinatın zamandan asılı qrafikidir. 10 metr bu nöqtəyə qədər, bura qədər cisim 10 metr gedir və buradan da bura qədər cisim 10 metr geri qayıdıbdır. Deməli, birlikdə, ümumilikdə cismin getdiyi yolu tapmaq üçün 10 üstə gəl 10 bərabərdir 20 metr. Əgər bizdən yerləşməsini soruşsaydı, onda götürərdik ki, yerləşmə sıfıra bərabərdir. Bizdən 6 saniyə müddətində cismin getdiyi yolu soruşduğu üçün buradan bura qədər 10 metr gedib, 10 metrdə geri qayıdıb cisim. Deməli, görürük 6 saniyə müddətində cismin getdiyi yol 20 metrə bərabərdir. Variant C. OX oxu boyunca düzxətli hərəkət edən 47-ci test. Hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinatın zamandan asılı qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Baxırıq, burada yenə də X-in T-dən asılı qrafiki verilib bizə. Cisim bu istiqamətdə 20 metr gedib və 20 metrdə geri qayıdıb. Bilirik ki, yol istiqamətdən asılı olmayaraq həmişə müsbət qiymət alır. Ona görə də yazırıq 20 metr burada gedib. Bura qədər gedib, 20 metrdə geri qayıdıb. Deməli, cismin getdiyi yolu təyinləmək üçün yazırıq 20, üstə gəl 20. Bərabərdir 40 metr. Variant D. 48-ci test. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə gəlib, yarım çevrə boyunca gəlib. Baxın, modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca gəlib, yəni bu xətt boyunca gəlib, T1 müddətinə. Digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. Bizdən soruşur T1 bölü T2 nisbətini hesablayın. Baxırıq, A nöqtəsindən B nöqtəsinə cisim yarım çevrə boyunca gəlirsə, bu cismin getdiyi yol çevrənin uzunluğunun yarısına bərabərdir. Yəni, burada cismin getdiyi yol pi-r-dir. Bilir ki, çevrənin uzunluğu L bərabərdir 2pi-r-dir. Burada da cismin getdiyi yol çevrənin uzunluğunun yarısına bərabər olduğu üçün pi-r-ə bərabər olacaq. Deməli, yarım çevrə boyunca onun getdiyi yol pi-r-ə bərabərdir. A-dan B-yə diametr boyunca hərəkət edir. Yəni, r, onun getdiyi yol 2r-ə bərabər olacaq. Deməli, burada olacaq 2r. Bizdən soruşur ki, T1 bölü T2 nisbətini hesablayın. Yəni, eyni sürətlə hərəkət edirsə, artıq burada bərabər sürətlə hərəkətdən söhbət gedir. V sabitdir. Dəyişmir. V bərabərdir S bölü T. Buradan T-ni təyin edəndə deyirik T bərabərdir S bölü V. Bunu da təyin edilməsi qaydasını sizə başa saldım. Yəni, V-nin məxrəcini 1 qəbul edib çarpaz vururuq. Onda T bərabər olar isə, oradan da T-ni tapsaq, T bərabər olar S bölü V-yə. Bizdən T1 bölü T2 nisbətini soruşursa, onda yazarıq ki, T1 bölü T2 bərabərdir. Yəni, V sabitdirsə, eyni sürətlə hərəkət edibsə, burada V sabitdirsə, onda T-dən düz mütənasib basıdır. S1 bölünsün S2. Deməli, cismin getdiyi yol burada pi-r. Burada isə A-dan B cismin ikinci halda getdiyi yol isə 2r-ə bərabərdir. R-ləri ixtisar aparsaq, onlar pi bölü 2. Cavab pi bölü 2. Ola bilər ki, testin şərtində pi-nin yerində 3 qiyməti versin sizə. Onda 3-ü 2-yə bölərik, cavab variantı alardıq ki, 1,5-ə bərabərdir. Yenə də eyni tipli testi 49-cu testə baxaq. A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri, burada eyni vaxtda sözü var. Yəni, burada T sabitdir. Yazaq buradan.
P bərabərdir konstant. İki cisimdən biri V1 sürəti ilə yarım çevrə boyunca, digəri isə V2 sürəti ilə AB düz xətti boyunca bərabər sürətlə hərəkət edərək B nöqtəsinə eyni vaxtda gəlib çatırlar. Bu cisimlərin sürətlərinin V1 bölü V2 nisbətini hesablayın. Bunu soruşur bizdən. Yenə də bir qeyd edeyim ki, bundan əvvəlki testdə izah etdiyim kimi, burada yarım çevrə cızlığı üçün cisim, onun cismin getdiyi yol pi r-ə bərabərdir. Burada da diametr boyunca hərəkət etdiyi üçün A-dan O-ya r, O-dan da B-yə r olduğu üçün cismin getdiyi yol 2r-ə bərabərdir. Deməli, bizdən soruşur V1 bölü V2 nisbəti, düzdür ki, V bizə S bölü T-ni verir. Yəni, eyni vaxtdan söhbət gedirsə, burada T sabitdir və V S-dən düz mütənasib olaraq asılıdır. Onu da yazaraq V1-in V2-yə nisbəti bərabərdir. S1 bölünsün S2. S1-in yerində pi r dayanır. Birinci cismin getdiyi yol pi r-ə bərabərdir. İkinci cismin getdiyi yol isə qeyd etdik ki, 2r-ə bərabərdir. R-lər ixtisar etsə, bərabər olar pi bölü 2. Cavab pi bölü 2. B variantı. 50-ci test. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Sürət proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Gördüyünüz kimi bu qrafik düz xəttli bərabər sürətli hərəkətin qrafikidir. Sürət vektoru sabit, sürət qrafiki sabit qalıb. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Bərabər sürətli hərəkətdən söhbət gedirsə, dedik sürət sabitdir. Vx bərabərdir, konstantdır. Və bu zaman koordinatın millilikləri yuxarıya doğru olarsa, görürsünüz, sürətin proyeksiyası burada müsbətdir. Sabitdir və müsbətdir. Koordinatın millilikləri yuxarıya doğru olarsa, baxın, o zaman sürətin proyeksiyası müsbət olur. Yəni, bu qrafiklərdən hər hansı biri cavab variantında ola bilər. Burada ola bilər, yəni, burada x0 sıfıra bərabərdir, burada x0 böyükdür, burada isə x0 sıfırdan kiçikdir. Bu cavab variantına hər hansı biri düşə bilər cavab variantına. Ona görə cavab variantı C götürürük bu qrafik. Yəni, koordinat zamandan koordinat başlanğıcından çıxan düz xəttdir. Birinci test. Cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol onun yerdəşməsindən neçə dəfə çoxdur? Əvvəlcə qrafikə diqqət edəsək, görürük ki, cisim A-dan B-yə 5 metr gedib, B-dən C-yə 6 metr gedib, C-dən D-yə 3 metr gedib. Və burada cismin getdiyi yolu hesablasaq, deyərik ki, cismin getdiyi yol 5 üstəgəl 6, üstəgəl 3, 14 metrə bərabərdir. Bu cismin getdiyi yoldur. Yerdəşməsini hesablasaq, bilirik ki, yerdəşmə cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyətini birləşdirən istiqamətlənmiş parçadır. Yəni, cismin yerdəşməsini təyin etsək burada, A-dan D-yə qədər cismin yerdəşməsi olacaq. Görürsünüz, bu istiqamətlənmiş parça cismin yerdəşməsidir. Deməli, A-dan B-yə, B-dən C-yə, C-dən D-yə bu trayektoriyanın uzunluğu yola bərabərdir. Bunu hesabladı ki, 14 metrə bərabərdir. İndi isə cismin yerdəşməsini, baxırıq ki, yerdəşmə cismin başlanğıc vəziyyəti ilə onun son nöqtəsini birləşdirən istiqamətlənmiş parça olduğu üçün A-dan D-yə çəkdiyimiz bu xətt bizə yerdəşməni verir. Bu onun yerdəşməsidir. Yolu hesabladıq. Bəs yerdəşməni necə hesablayaq? Yerdəşməni hesablamaq üçün biz bu figuru, bunu düzbucaqlıya tamamlayırıq. Düzbucaqlıya tamamlayaq. Yəni, tamamlayaq. Buradan bura qədər, A-dan B-yə qədər olan getdiyi yol 5 metrdirsə, paralel xəttir olduğu üçün biz burada da 5 metr götürə bilərik. Yazarıq 5 metr. Daha sonra burada B-dən C-yə 6 metrdirsə, onda buradan bura qədər də olan məsafə də 6 metr olacaq paralel xətt olduğu üçün. Bunu da götürürük 6 metr. Deməli, buradan bura qədər baxırıq ki, burada bir düzbucaqlı üçbucaq yarandı. İndi bu yerdəşməni təyin etmək üçün Pifaqor teoreminə görə təyin edə bilərik. Yazarıq ki, S bərabərdir. Kök altında 6-nın kvadratı üstəgəl
3 metr, 5 metr birlikte edir, bize verir 8 metr. İştigal 8'in kvadratı beraberdir. 6'nın kvadratı bize kök altında 36'nı verir. 8'in kvadratı ise 64'ü verir. Beraberdir. Kök altında 100. Kvadrat kök alsa beraber olar 10 metre. Demek cevap elədir burada 10 metr yerləşmənin qiyməti. Lakin bizdən bunu soruşmur. Bizdən soruşur ki, cismin getdiyi yol yerləşməsindən neçə dəfə çoxdur? Yolu tapdıq ki, yol 14 metrə bərabərdir. Yerləşməyə də tapdıq ki, 10 metrə bərabərdir. İndi yolun yerləşmədən neçə dəfə çox olduğunu bilmək üçün eli isə bölürük. Yəni yolu bölürük yerləşməyə. 14'ü bölürük 10'a. 14'ü 10'a bölsək bərabər olar 1/14. Deməli 1/14 dəfə çoxdur. Cavab götürürük 1/14 dəfə çoxdur. C variantı. İkinci test. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Burada birinci dairədə yola aid olan parametrlər, ikinci dairənin içərisində yerləşməyə aid olan parametrlər, üçdə isə, ortada isə hər ikisinə uyğun olan, eyni olan parametrlər yazılır. Onun üçün biz burada yazırıq 1, 2 və 3. Cevabları burada yazıb sonra bu Euler-Venn diaqramına köçürürük. Birinci, vektorial kəmiyyətdir. Bilirik ki, yol skalyardır, lakin yerləşmə vektorial kəmiyyətdir. Onun üçün yerləşmə 2-nin şəri olduğu üçün biri 2-nin altında yazırıq. 2. Vahidi beynəlxalq sistemdə əsas vahiddir. İstər yolun, istərsə də yerləşmənin. Hər ikisinin beynəlxalq sistemdə vahidi 1 metrdir. Ona görə də 2 3-ə gedir. Skalyar kəmiyyətdir. Yol skalyar kəmiyyətdir. 3 1-ə gedir. 4. Hərəkət trayektoriyasının uzunluğudur. Bu da 1-ə gedir. Hərəkət trayektoriyasının uzunluğudur. Bu da yola gedir. 5. Hərəkət zamanı 0-a bərabər ola bilər. Bilirik ki, yerləşmə hərəkət zamanı 0-a bərabər ola bilər. 5 gedir 2-yə. 6. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu da yerləşmənin düzgün tərifi olduğu üçün 6 da gedir 2-yə. Deməli 1-ə gedir 3 və 4, 2-yə gedir 1, 5, 6, 3-ə gedir 2. 3, 4, 1, 5, 6, 2. Variant B. Üçüncü test. A nöqtəsindən B nöqtəsinə modulca sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin OY-oxuculuq proyeksiyasının zamandan asılığını ifadə edir? Deməli, cisim A nöqtəsindən bu şəkildə hərəkət edib, bərabər sürətlə, burada görürsünüz, diqqət edin, Y-in x-dan asılı qrafiki verilib bizə. Bərabər sürətlə, sabit sürətlə hərəkət edib, sonra isə bu nöqtədən də bu nöqtəyə gəlib. Gəlin bu nöqtəni buranı bir O hərfi ilə deyək, işarə edək. A-dan O-ya gəlib, sonra O-dan B-yə gəlib. Burada cisim A-dan O-ya Y-oxuna perpendikulyar istiqamətdə hərəkət etdiyi üçün, onda sürətin Y-oxu üzərində olan proyeksiyası 0-a bərabər olacaq. Gəlin bu qrafiki burada quraq. Y-in T-dən asılı qrafiki. Burada Y-in Y-oxu üzərində proyeksiyası 0-a bərabər olacaq. Yəni A-dan O-ya qədər. Sonra isə görürsünüz, O-dan B-yə qədər istiqamət Y-oxu yuxarıya doğrudur, amma bu istiqamət isə aşağıya doğrudur. Deməli, onda sürətin Y-oxu üzərində olan proyeksiyası mənfi qiymət alacaq. Deməli, əvvəlcə 0, A-dan O-ya 0, O-dan B-yə isə mənfi olacaq. Cavab variantı 0, mənfi. Variant C. 4-cü test. Cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Baxırıq, burada koordinatın zamandan asılı qrafiki verilib bizə. 1, 2, 3 qrafikləridir. Bu qrafiklərə diqqət eləsək, sürətin proyeksiyası düsturu bilir ki, Vx bərabərdir. X çıx X0 bölünsün T'dir. Bu da bizə elə tangens sayfanı verir. Burada bucağa görə, meyl bucağın tangensinə görə də təyin edə bilərik. Yəni, bucaqları müqayisə eləsək, görürük ki,
hansı bucaq daha böyükdürsə, deməli, onun sürətinin proyeksiyası da daha böyükdür. Ona görə 3 böyükdür, 2 böyükdür, 1 şəkildə götürə bilərik cavabı və yaxud da deyə bilərik ki, hansı qrafik daha dik şəkildə dayanıbsa, baxın, 3 daha dik şəkildə dayanıb 2-dən, o da 1-dən. Deməli, 3 böyükdür, 2 böyükdür, 1 cavabını götürə bilərik. V3 böyükdür, V2 böyükdür, V1. Variant Y. 55-ci testdə bulunan eyni tipli testdir. Cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinat zaman asılı verilib. Grafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Yenə də burada dikliyə görə də götürə bilərik. Baxırsınız, bir qrafiki daha dikdir 2-dən, 2 isə 3-dən daha dikdir. Fikir verirsiniz. Deməli, onda V1 böyükdür, V2 böyükdür, V3. Bu bir qrafikin dikliyi daha böyükdür 2-dən, 2 isə 3-dən daha dik görsənir. Ona görə V1 böyükdür, V2 böyükdür, V3. Variant A. 56-cı test. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişməsindən neçə dəfə çoxdur? Cisim deməli A-dan B-yə gəlir. Onun getdiyi yol A-dır. B-dən C-yə qədər getdiyi yol A-dır və C-dən də D-yə getdiyi yol A-ya bərabərdir. Deməli, onda cismin getdiyi yol A, üstəgəl A, üstəgəl A bərabərdir 3A. Cismin getdiyi yol 3A-ya bərabərdir. İndi yerdəyişməsini hesablayaq. Yerdəyişmə cismin başlanğıc vəziyyətlə son vəziyyətinə birləşdirə istiqamətlənmiş parçadır. Yəni, cisim buradan A-dan B-yə, B-dən C-yə, C-dən D-yə gəlibsə, başlanğıcı A nöqtəsidir, sonu D nöqtəsidir. Deməli, onda yerdəyişmə buradan bura qədərdir. Bu da elə A-ya bərabərdir. Yazırıq, yerdəyişmə də A-ya bərabərdir. İndi bizdən soruşulur ki, yol yerdəyişmədən neçə dəfə çoxdur? Yəni, yerdəyişməmiz A-dır, yolumuz 3A-dır. Elin S nisbəti soruşulur bizdən. 3A böl A. A-lar ixtisar gedərsə qalar 3. Deməli, yol yerdəyişmədən 3 dəfə çoxdur. 57-ci test. Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişməsindən neçə dəfə çoxdur? Yenə də eyni tipli sualdır. Cisim A-dan B-yə gəlirsə, onun getdiyi yol 2A-dır. B-dən C-yə gəlirsə, getdiyi yol A-ya bərabərdir. C-dən D-yə gəlirsə, onun getdiyi yol 2A-ya bərabərdir. Ümumilikdə cismin getdiyi yol 2A, üstəgəl A, üstəgəl 2A bərabərdir 5A. Cismin getdiyi yol 5A-ya bərabərdir. İndi yerdəyişməsini hesablayaq. Bilirik ki, yerdəyişmə cismin başlanğıc vəziyyətlə son vəziyyətə birləşdirə istiqamətlənmiş parçadır. Yəni, cisim A-dan B-yə, B-dən C-yə, C-dən D-yə gəlibsə, onda onun başlanğıcı bu nöqtədir, sonu isə bu nöqtədir. Başlanğıcla sonu birləşdirsək, bunun yerdəyişməsini verəcək. Yerdəyişmə də A-ya bərabərdir. S bərabərdir A. İndi soruşulur ki, bizdən yol yerdəyişmədən neçə dəfə çoxdur? Elin S nisbəti, yəni 5A-nı A-ya bölürük. Bərabərdir 5. Cavab 5 dəfə çoxdur. 58-ci test. Düzxətli hərəkətdə olan cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinat zaman asılı verilib bizə. Müşahidəyə başlayandan 3 saniyə sonra, 3 saniyə ərzində yəni, gedilən yolun yerdəyişmənin modulundan neçə metr çox olduğunu hesablayın. Deməli, biz əvvəlcə gedilən yolu hesablamalıyıq, birinci. Sonra yerdəyişməni hesablamalıyıq. Sonra isə yoldan yerdəyişməni çıxmaq lazımdır. Yəni, eldən isə çıxmalı. Birinci cismin getdiyi yolu hesablayaq. Cisim buradan 6 nöqtəsindən 1 nöqtəsinə gəlir 2 saniyə müddətində 6-dan 1-ə. Deməli, 6-dan 1-i çıxsa, burada modul sözü işlənir, diqqətli olun. 6-dan 1-i çıxsa, buradan bura qədər cismin getdiyi yol 5 metrdir. Daha sonra buradan bura gəlir, yəni 1 nöqtəsindən 3 nöqtəsinə gəlir. 3-dən 1-i çıxsa, burada cismin getdiyi yol 2 metrdir. Ümumilikdə cismin getdiyi yol 5 üstə gəlir 2, bərabərdir 7 metr. Buradan qeyd edirəm, el bərabərdir 7 metr. Sonra yerdəyişməsini hesablayaq. Yerdəyişmə cismin başlanğıc vəziyyətlə son vəziyyətlə birləşdirən istiqamətlənmiş parçası, yəni cisim buradan bura qədərdir onun yerdəyişməsi. Buradan bura qədər. Bunu da hesablamaq üçün 6-dan 3-ü çıxırıq. 6-dan 3-ü çıxsa 3 metr. Yerdəyişməsi 3 metrə bərabərdir. Yazaq, S bərabərdir 3 metr. İndi bizdən soruşulur ki, yol yerdəyişmədən moduluna neçə metr çoxdur? Yəni 7-dən 3-ü çıxırıq. Bərabərdir 4 metr. Cavab 4 metr çoxdur. 59-cu test. Yer
Yenə də eyni tipli testi. Düzxətli hərəkətdə cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 4 saniyə ərzində gedilən yolun yerdəyişmənin modulundan neçə metr çox olduğunu hesablayın. Yenə də əvvəlcə biz yolu hesablayırıq, sonra yerdəyişməni hesablayırıq, sonra isə eldən neçə çıxmaq lazımdır. Yolun yerdəyişmədən neçə metr çox olduğunu tapmaq lazımdır. Əvvəlcə cismin getdiyi yolu hesablayaq. 4 nöqtəsindən, koordinatın 4 nöqtəsindən 1 nöqtəsinə gəlir cisim 2 saniyə ərzində. 4-dən 1-ə. Deməli, 4-dən 1-i çıxsa, cismin getdiyi yol bu hissədə 3 metrdir. Sonra 1-dən 6-ya gəlir. 1 nöqtəsindən 6 nöqtəsinə gəlir. 6-dan 1-i çıxsa, burada cismin getdiyi yol 5 metrdir. Ümumilikdə cismin getdiyi yol L bərabərdir. 3 üstə gəl 5 bərabərdir 8 metrdir. İndi yerdəyişməsinə baxaq. Yerdəyişmə başlanğıcla sonu birləşdirən parça olduğu üçün, deməli, buradan bura qədərdir yerdəyişmə. Bunu da hesablamaq üçün 6-dan 4-ü çıxırıq. 6-dan 4-ü çıxsa, yerdəyişmə bərabər olar 2 metrə. İndi yol yerdəyişmədən neçə də metr çoxdur? Yəni 8-dən çıxırıq 2-ni, bərabər olur 6 metr. Yol yerdəyişmədən cavab götürülür ki, 6 metr çoxdur. Testlərimiz bu qədər. Bu testlərə aid nə kimi suallarınız varsa, şərh bölməsində yaza bilərsiniz. Hər bir sualınız cavablandırılacaq.